Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi Toyota markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Yaşar Kərimov hadisə yerində həyatını itirib. Oxu Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi BDYP-yi məlumat yayıb. BDYP-yi bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevr etmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır, məlumatda qeyd edilib. Qeyd edək ki, Yaşar Kərimov əvvəllər Salyan rayonlararası psixiatriya xəstəxanasında baş həkim vəzifəsində çalışıb.